Salam hər kəsə. Hər vaxtınız xeyir olsun. Mən sizin informatika müəlliminiz Aynur Fətəliyeva. Deməli, bu videoda mən sizə yenə də konspektim haqqında danışacağam. Deməli, bu konspektlə artıq siz tanışsınız. Nəhayət ki, birinci mövzunun konspektini tam olaraq bitirdim. İnşallah ki, növbəti günlərdə növbəti mövzuların da konspekti tam olaraq bitəcək. Burada informatika və onun əsas anlayışları haqqında qısa bir konspektdir. Əsas anlayışları qeyd olunub, ölçü vaidləri haqqında qeydlər, sonra mətin tipli faylların, səs tipli faylların həcminin hesablanması qaydası, diqqət etməli olduğunuz nüanslar, əlifba məsələləri ilə bağlı düsturlar, hər bir şey burada qeyd olunub. Əski ilə bağlı burada qeydlər əks olunub və nəhayət bu konspekti ən fərqli edən şey bu mövzuya aid indiyə qədər dildə istifadə olunan bütün tip sualların izahları burada mövcuddur. Hər birini dənə-dənə bir-bir izah etmişəm. Ümid edirəm ki, bu konspekt hamı üçün faydalı olar. Əgər konspekti əldə etmək istəyirsinizsə, mütləq ki, rəy bölməsində qeyd edin və yaxud da ki, burada gördüyünüz nömrə ilə mütləq ki, əlaqə saxlayın. Belə inşallah ki, digər mövzuların konspektində görüşərik. Özünüzə yaxşı baxın.